Salam, hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər və müəllimlər. Bugün sizinlə köməkçi nitq hissələrindən olan qoşmanı keçəcəyik. Mövzuya keçid etməzdən öncə sizə bəzi kanallarımız haqqında məlumat vermək istəyirəm. Bunlar Telegram və WhatsApp kanallardır. Hansı ki, siz bu kanalların linklərini açıqlama hissəsindən, o cümlədən də şərhlər bölməsindən əldə edə bilərsiniz. Siz bu linklərə daxil olmaqla ödənişsiz dərslərimizdən yararlana bilərsiniz. İndi isə keçid edək mövzumuza. İsmin adlı, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çalarları əmələ gətirən köməkçi nitq hissələrinə qoşma deyilir. Yəni onların təklikdə bir müstəqil mənası olmur. Az öncə sadaladığım hallarda olan sözlərə qoşularaq müəyyən bir məna çalarları da əmələ gətirirlər. Qoşmalar quruluşca yalnız sadə olur. Baxın, yalnız sadə. Sizə sual yönləndirilsə ki, köməkçi nitq hissələrindən hansıdır ki, quruluşca sadə olur? Avtomatik olaraq cavabınız qoşma olacaq. Daha sonra qoşmalar qoşulduğu sözlərlə birlikdə cümlə üzvü olurlar. Mübtəda, tamamlıq, zərflik, hətta zərifliyin bütün məna növlərində olurlar. Daha sonra xəbər rolunda da çıxış edə bilirlər, amma ismi xəbər rolunda əlbəttə ki, feili xəbər ola bilmirlər. Niyə? Çünki qoşmalar təsirlənən feillərə qoşula bilmirlər. Təsriflənməyən feillərə qoşulurlar, oradan da yalnız feili bağlamaya qoşulurlar. Bunu birazdan yenə vurğulayacağım. Cümlələrin hər birinə aid nümunə göstərək. Məsələn, deyirəm ki, onun kimiləri burada çoxdur. Kim çoxdur? Onun kimiləri. Burada mübtəda rolunda çıxış elədi. Daha sonra deyirəm ki, sənin kimilərini çox görmüşəm. Kimləri çox görmüşəm, sənin kimləri. Artıq burada tamamlıq rolunda çıxır. Daha sonra deyirəm, sənin qədər oxuyur. Nə qədər oxuyur, sənin qədər. Artıq kəmiyyət zərfliyidir burada. Qısa şəkildə qeyd edirəm. Uşaq kimi ağlayır. Necə ağlayır? Nə tərzdə ağlayır? Burada da tərzi hərəkət zərfliyi rolunda çıxış eləmişdir. Sonra nə deyə bilərik? Deyirəm ki, evə doğru yol aldım. Haraya doğru? Hara doğru? Evə doğru. Burada da yer zərfliyi. Oxumaq üçün şəhərə getdim. Şəhərə niyə getdim? Yəni nə səbəbə getdim? Daha doğrusu nə məqsədlə getdim? Üzr istəyirəm. Nə məqsədlə getdim? Şəhərə getməmin bir məqsədi var. Oxumaq. Artıq bu məqsəd zərfliyi rolunda çıxış eləmişdir. Əsasən məsdər üstəgəl üçün olanda bu məqsəd zərfliyi olur. Bunu da məsdərin m-sı, yəni şəkilçinin m-sı və məqsədin m-sı ilə də yadınızda saxlaya bilərsiniz. Daha sonra səbəb zərfliyinə deyək ki, xəstələndiyim üçün dərsə getmədim. Nə səbəbə dərsə getmədim? Dərsə getməməyimin səbəbi nədir? Xəstələndiyim üçün. Bu da səbəb zərfliyi rolunda çıxış eləmişdir. Bir də deyə bilərik ki, yolum evə sarıdır. Haradır, harayadır və yaxud da evə sarıdır. Burada da xəbərlik rolunda çıxış eləmişdir, amma ismi xəbər. İsmi xəbər. Yenə qeyd edirəm, feili xəbər ola bilmir. Niyə? Çünki təsirlənən feillərə qoşma qoşulmur. Bir də təsriflənməyən feillərdən feili bağlamaya qoşulmur. Feil sifətə də qoşulur, məsdərə də indi hal-hazırda gördüyünüz kimi qoşulur, amma feili bağlamaya qoşulmur.
Daha sonra qeyd edə bilər ki, qoşma əsas nitq hissələrinə ən yaxın köməkçi nitq hissəsidir. Bunu da nə səbəbdən deyə bilərik, harda görə bilərik? Məsələn, xəbərlik şəkilçisi qəbul edir, o cümlədən cəm, mənsubiyyət və hal şəkilçiləri də qəbul edə bilir. Gördüyünüz kimi, sonuncu nümunəmdə mən artıq nə görürəm burada? Xəbərlik şəkilçisi görürəm. Daha sonra ikinci nümunəmə baxaq. Kimi, lər, cəm şəkilçisi, mənsubiyyət şəkilçisi, daha sonra isə təsirli halın şəkilçisi işlənmişdir. Yəni, buradan da artıq belə nəticə çıxarırıq ki, ismin xüsusiyyətlərini qoşma özündə cəmləyə bilir. Keçid eləyək qoşmanın məna çalarlarına. Biz qoşmanın məna çalarlarına sadalaya bilərik bənzətmə, birgəlik vasitə, məsafə, istiqamət, zaman, səbəb, məqsəd, fərqləndirmə və s. kimi, yəni bunları sadalaya bilərik. Hər birinə aid nümunələri qeyd edib, daha sonra isə yenə onlara aid cümlələr yazmaqla bunu zənginləşdirəcəyik. Baxaq. Deyirəm ki, buraya yazaq məna çalarları. Başlayaq bənzətmədən. Bura bənzətmə və müqayisə belə deyə bilərik. Yəni, bənzətmə və müqayisə mənası bildirən qoşmalar deyə bilərik. Qədər, kimi, sonra tək. Biz bunu təki formasında da görə bilərik. Artıq onu yazmıram. Cacə bu şəkilçini artıq bir neçə yerdə görmüşük. Artıq belə bir nəticə çıxır ki, amonimdir bu qoşma. Əlbəttə ki, bunların hər birini amonimliyini, sinonimliyini ən sonda qeyd eləyəcəyik. İndi nümunə deyək. Məsələn, Aysel Aysun qədər cəsurdur. Gördüyünüz kimi, mən Ayseli Aysuna bənzətmişəm. Yəni, Aysun qədər cəsur olduğunu bildirirəm. Burada bir bənzətmə var. Sonra deyirəm ki, dəryaca ağlın olsun. Tez-tez gördüyümüz nümunələrdən biridir bu da. Mən burada canı sinonimləri ilə əvəz edə bilərəm. Onların da sinonimləri hansılardır? Altından xətt çəkdiyim qoşmalardır. Baxın. Dərya qədər ağlın olsun, dərya kimi, dərya tək ağlın olsun. Aha, deməli mən bu sinonimlərlə, sinonim qoşmalarla bunu əvəz edə bilirəmsə, onun qoşma olduğunu dəqiqləşdirmiş oluram. Yəni, bəzən müəyyənləşdirə bilməyəcəksiniz ki, görəsən, bu zərfin şəkilçisidir, yoxsa ədatdır, yoxsa qoşmadır. Bir daha vurğulayıram, sinonimləri ilə əvəz edə bildinizsə, qoşmadır. Amma ədat nədir? Ədat demişik ki, cümlənin və yaxud da söz birləşməsinin, sözün qüvvətini artırır. Əlbəttə ki, indi ədat haqqında burada çox bəhs eləməyəcəm. Bu, sonraki videomuzun bəhsidir. Bir ifadə ilə bunu da keçək belə. Məsələn, deyirəm ki, bircə o gələkdir. O gələkdir. Artıq burada C nədir? Ədatdır. Mən buradan ədatı çıxaranda cümlədə heç bir məna dəyişikliyi olmayacaq. Yəni, cümləyə çox bir xələl gəlmir. Baxın, bir o gələkdir deyirəm. Yəni, cümləyə burada çox xələl gəlmədi. Və yaxud da deyirəm ki, türkcə, ərəbcə. Artıq burada nədir? C. Artıq burada C nədir? Zərf düzəldən şəkilçidir. Bir də ki, biz C-ni harda görürdük? Feildən isim düzəldən şəkilçilər içərisində görürdük. Onu da xatırlatma məqsədi ilə yazıram. Əyləncə. Əylən sözün kökü feildir və C də burada nə əmələ gətirib? Feildən isim əmələ gətiribdir. Əlbəttə ki, bu məqam artıq sizə elə də lazım deyil. Əsas bu 3 məqamdır. Çünki adətən şagirdlər bunu qarışdıra bilirlər. Bu səbəbdən vurğuladım. Yeri gələndə biz bunu ədat mövzusunda da bir daha üzərindən keçəcəyik ki, unutmayasınız. İndi bunu silirəm. Daha sonra buna aid nümunə yazdıq. Keçək digərinə. Deyək ki,
bircəlik, vasitə, qoşmalar. Bura iləni nümunə göstərə bilərik və canı göstərə bilərik. Aha, deməli can şəkilçisinə bir harda rast gəlirik, birgəlik vasitə ilə qoşmanın özündə də amonimlik yarada bilir. Bunlar da nümunə ilə əsaslandıraq. Baxaq. Onlar sudan gələn qızlarla qarşılaşdılar. Aha, burada artıq la nə rolunda çıxış eləyibdir? Bircəlik, vasitə rolunda çıxış eləyibdir. Daha sonra başqa bir nümunə deyə bilərəm. Deyək ki, Həmzə odunları balta ilə doğradı. Nə ilə doğradı? Balta ilə doğradı. Burada isə vasitə rolunda çıxış edibdir. Baxın, qızlarla dediyimdə bircəlik mənası ifadə edir. Artıq baltaları nə ilə doğrayıbdı dediyimdə balta ilə doğrayıbdı deyirəm. Yəni burada bir vasitə özünü göstərir. Bu da belə. Məsafə bildirir. Bu ilə bağlı əlbəttə qeyd edəcəm, hələ ki məna çalarlarına davam edək, sonda yəni bağlayıcı ilə necə ayırd etmək lazımdır, onu vurğulayacağam. Məsafəyə nə? Burada qədər, can-cən, daha sonra kimi, dək daxildir. Hə, onu da qeyd edək ki, tək hecalı qoşmalar sözə bitişik yazılır. Amma bir dənəsi var ki, o bitişik yazılmır. Bu da hansı qoşmadır? Xas qoşmasıdır. Yaxşı. İmtahanlarda və yaxud da ki, kimsə birisi tərəfindən sual verilsə ki, hansı qoşmadır ki, tək hecalıdır, amma sözdən ayrı yazılır. Avtomatik cavabınız xas olmalıdır. Bunu da unutmayın. Bunların hər birinə də nümunə deyək. Deyək ki, kəndədək birlikdə getdilər. Baxın, sinonimləri ilə də əvəz eləyə bilirəm. Kəndə qədər birlikdə getdilər. Kəndə kimi birlikdə getdilər. Artıq mən bildim ki, sinonimi də əvəz elədim. Deməli, bu burada nədir? Qoşma rolunda çıxış edib və artıq bir məsafə bildirir. Kəndə qədər getdiyimi deyirəm. Daha sonra qeyd eləyək yön, istiqamət bildirən qoşmalar. Bura biz tərəf, doğru, daha sonra qarşı, sarı qoşmalarını əlavə edə bilərik. Fidan bizə tərəf gəldi. Fidanın istiqamətini deyirəm ki, yəni bizə tərəf, bizə doğru, bizə qarşı, bizə sarı gəldi. Baxın, məsafə ilə yönü adətən qarışdıran şagirdlərimiz də var. Yəni bu hallarda müşahidə edirik. Əslində cümləyə fikir versəniz çox belə qarışdırılacaq bir məqam deyil. Amma yenə də vurğulayaq. Mən kəndə birlikdə getdilər dediyimdə artıq gedənlərin kəndə getdiyini deyirəm. Gedib kəndə çatdıqlarını. Amma deyirəm Fidan bizə tərəf gəldi. Gəlib Fidanın bizə çatdığını demirəm ki, sadəcə məsələn Fidan yarı yolda da dayana bilər. İstiqaməti mənə doğrudur. Onu yəni burada bildirirəm. Sən artıq burada bilmirsən Fidanın gəlib mənim yanıma çatdığını, nə qədər yol getdiyini bilmirsən. Bu məchuldur. Amma mən deyəndə ki, kəndə qədər getdim. Hə, mənim artıq məsafəmi sən bilirsən. Getdiyim nöqtə sənin üçün məlumdur. Yəni bu da məsafədir. Əslində qarışdırılmayan bir mövzudur, amma nədənsə qarışdıran şagirdlər də var. Bu səbəbdən vurğuladım. Sonra aidlik bildirən qoşmalar, məxsusluq da ola bilər, yəni sinonimdir. Bura deyirik aid, dair, məxsus,
haqqında, haqda daha yazmıram. Barədə, barəsində, yəni iki halda da görə bilərsiniz. Yəni bunları daxil edə bilərik. Deyək ki, burada nümunə kimi bu məqalə haqqında məlumatım yoxdur. Artıq gördüyünüz kimi burada məxsusluq və aidlik ifadə olunmuşdur məqalə haqqında. Və yaxud da deyirəm ki, bu məqalə barəsində məlumatım yoxdur. Bu məqaləyə dair məlumatım yoxdur. Həmişə bunlar bir-biri ilə sinonimdirlər və bir-birlərini əvəz edirlər. Zaman. Zaman bura sonra, əvvəl, artıq bunlar sizə tanış olanlardır. Deməli, burada nəticə çıxarırıq ki, bunlar nədir? Amonim sözlərdir, amma öz aralarında nədir? Əlbəttə ki, sinonimdirlər və bir-birlərini əvəz edə bilərlər. Dünəndən bəri havalar soyudu. Havalar soyudu. Daha sonra başqa bir nümunə daha göstərək. Yəni, əsasən müəyyənləşdirmişdik ki, biz bunu hansı mövzuda keçmişdik? Zərfdə keçmişdik. Və onların fərqləndirilməsini də uzun-uzun qeyd eləmişdim. Çıxışlıq haldan sonra gəlirsə, sonra, əvvəl, qabaq, bəri ifadələri artıq o qoşma kimi çıxış edir. Bir digər qeyd elədiyim məqam isə baxırıq cümlədə əgər mən bərinin yerini dəyişə bilirəmsə, o və yaxud da əlbəttə ki, təkcə burada bəri deyil, sonra, əvvəl, qabaq da daxildir. Yəni onların yerini dəyişə bilirəmsə zərf rolunda çıxış eləyir, yox dəyişə bilmirəmsə artıq o nə rolunda çıxış eləyir? Qoşma rolunda çıxış eləyir. Yəni hər zaman dən üstə gəl, sonra əvvəl, qabaq, bəri ifadəsini görüb avtomatik şəkildə siz onu qoşma götürməməlisiniz. Dediyim kimi bunu zərf bölməsində geniş şəkildə izahını vermişəm. Keçid edib baxa bilərsiniz. Ona görə keçirəm digər məna çalarına. Deyək ki, fərqləndirmə. Bura daxildir qeyri, savayı, başqa, ayrı, özgə, əlavə. Səndən qeyri heç kimim yoxdur. Səndən savayı, səndən başqa heç kimim yoxdur. Yəni, var olan şəxsi artıq burada fərqləndirir. Hər kəsdən daha üstün bir pilləyə qoyur. Səbəb, məqsəd. Bu qoşmaya da üçün, görə, əsasən, ötürü qoşmalarını daxil edə bilərik. Deyirəm ki, səndən ötürü yaman darıxmışam. Yaman darıxmışam. Deyirəm, Murada görə gəldim. Yuxarıda da əslində qeyd eləmişdim oxumaq üçün, xəstələndiyim üçün. Yəni artıq eyni cümlələri yazmaq istəmirəm. O səbəbdən bunu da burada yekunlaşdırıram. Qalmadı. Yəni hər birini qeyd elədik məna çalarlarından. Bütün məna çalarlarını qeyd elədik. Amma burada sizə bir şey qeyd eləməyi unutmuşam. Onu vurğulayım. Baxın, oxşar siz burada qoşmalar gördünüz. Burada məsələn qədər. Bənzətmənin daxilində gördük, biz bir də məsafənin daxilində gördük. Bəs bunları başqa necə ayırd edə bilərik? Əlbəttə ki, cümləni oxuyanda aydınlaşdırmaq mümkündür, amma başqa necə? Deyirəm ki, dərya qədər ağlın olsun. Artıq görürsünüz, adlıq halda olan sözə qoşulubdur və yaxud da deyirəm, Aysun qədər, yenə
adlıq halda olan sözə qoşulubdur. Gəlirəm məsafədə işlətdiyim qədərə baxıram. Kəndə qədər birlikdə getdik, kəndədək birlikdə. İndi dəşi götürüb orada qədər qoyuram. Yeni bir cümlə yazmaq istəmirəm, həm də yerim yoxdur. Kəndə qədər birlikdə getdik deyə dediyimdə artıq kəndə nə olur? Yönlük halda olur. Aha, deməli bənzətmə mənasında çıxış eləyəndə adlıq haldakı sözlərə qoşulur. Məsafə mənası ifadə eləyəndə yönlük halda olan sözlərə qoşulur. Daha sonra baxıram hansı ifadələr var. Məsələn, kimi. Kimini mən yenə bənzətmədə görürəm, eyni zamanda məsafədə də görürəm. Deyirəm ki, Aysil Aysun kimi cəsurdur. Yenə adlıq halda olan sözə qoşuldu. Və yaxud da deyirəm sənin kimi dostum yoxdur. Artıq burada yiyəlik halda olan sözə qoşuldu. Həm adlıq halda, həm yiyəlik halda olan sözə qoşulursa bənzətmə mənası ifadə edir. Amma dediyimdə kəndə kimi birlikdə getdi, yenə gördüyünüz kimi yönlük halda olan sözə qoşuldu. Eyni ilə də biz bənzətmədə canı və bircəlikdə də canı görürük. Canı az öncə nümunələrlə əsaslandırdım. Ona görə artıq bu mövzunu, yəni çalarları sonlandırmaq istəyirəm. Sinonimli öz mövzunun içərisində, yəni burada bəhs elədiyimə görə ayrıca daha vurğulamıram. Hər biri öz arasında sinonimlik təşkil eləyir. Bənzətmə, məsələn, qədəri cümlədə işlədəndə digər qədəri götürüb kimi, tək, canı da yerinə qoya bilirəm. Gələk amonimliyə. Baxaq. Deyirəm ki, kimi. Həm qoşma kimi çıxış edir, yazaq. Qoşma. Həm də nə kimi çıxış eləyir? Əvəzlik. Biz bunu harda görmüşdük? Qeyri-müəyyən əvəzliklərin tərkibində görmüşdük. Deyirəm ki, qəsəbəyə kimi atamla getdim. Artıq biz burada bildik ki, məsafə mənası ifadə edən qoşma işlədilmişdir. Həm də ki, yönlük hala qoşulubdur. Bir də deyirəm ki, məsələn, kimi içəri girir, kimi çölə çıxırdı. Artıq burada nə mənasında? Əvəzlik mənasında çıxış eləmişdir. Bir də deyirəm ki, ana kimi deyək də, təkcə öz anamı deməyim. Ana kimi dəyərli varlıq yoxdur. Artıq burada nədir? Bənzətmə, müqayisə mənasında çıxış eləmiş, qoşmadır, həm də adlıq halda olan sözə qoşulmuşdur. Bir də kimini biz sual əvəzliyində görürük. Kimi tanıyırsan? Burada nə rolunda çıxış elədi? Funksiyası nədir? Əvəzlik. Deməli, həm məsafə mənası bildirən qoşma kimi, həm də müqayisə bənzətmə mənası bildirən qoşma kimi çıxış elədi. Əvəzlik kimi həm sual əvəzliyi oldu, həm də qeyri-müəyyən əvəzlik kimi oldu. Daha sonra nəyi vurğulaya bilərik? İləni məsələn demişdim ki, qeyd eləyəcəm. Baxaq. İlə həm qoşma kimi çıxış edir, həm də bağlayıcı kimi çıxış edir. Bunu da nümunə ilə əsaslandıraq. Deyirəm, anar və nədir? Bir dəqiqə. Anar ilə Ayxan şəhərə getdi. Bir də deyirəm, Anar ilə Ayxan şəhərə getdilər. Baxın, eyni cümlədir. Bir fərq var? Yoxdur. Amma birində qoşmadır, birində nədir? Bağlayıcıdır. Bu məqama abituriyentlərlə yanaşı müəllimlər də diqqətlə qulaq assınlar. Bəs necə fərqləndirəcəm mən bunu? İkisi də eyni cümlədir. Amma tək fərq var, o da xəbərdədir özünü göstərir.
Baxın, əgər ilə işlənən cümlənin xəbəri cəmdədirsə, artıq ilə bağlayıcıdır. Mən baxıram. Mənim burada xəbərim nədədir? Cəmdədir. Deməli, buradakı ilə nədir? Bağlayıcı. Buradakı xəbərim nədədir? Təkdə. Deməli, buradakı ilə nədir? Qoşma. Bir daha qeyd edirəm. İlə işlənən cümlənin xəbəri cəmdə olanda bağlayıcı, təkdə olanda qoşmadır. Bir də onu vurğulayım ki, əgər baxırsınız, ilə qoşulan söz sadalanırsa, eyni ilə o da qoşmadır. Ən çox istifadə olunan nümunə test toplularında da tez-tez qarşımıza çıxır. Sən çıxdın qarşıma duzla çörəklə. Əsasən bunu şagirdlər bu şəkildə götürür. Sən çıxdın qarşıma duz və çörəklə. Buradakı lanı bağlayıcı götürür. Buradakı ləni isə qoşma götürür. Bu tamamilə yanlışdır. Cümlədə əgər la, belə deyək, təkrarlanırsa, yəni qoşma rolunda çıxış eləyir. Onlardan birini sən bağlayıcı, birini qoşma kimi götürə bilməzsən. Həmçinin onu da qeyd edeyim ki, bağlayıcıdan sonra əgər la burada bağlayıcı kimi çıxış eləsəydi, vergül qoyula bilməz, yəni. Və bir də ən çox istifadə olunan məqamlardan biridir. Əgər iləni və bağlayıcısı ilə əvəz eləyə bilirsənsə, o deməli bağlayıcıdır. Yox, əvəz eləyə bilmirsənsə, qoşmadır. Bəli, qatılıram. Abituriyentlərə də ən çox öyrədilən situasiyalardan biridir bu. Amma gördüyünüz kimi, mən burada eyni cümləni yazmaqla onlardan birinin qoşma, birinin isə bağlayıcı olduğunu ayırt elədim. Necə ayırt elədim? Xəbərlərinə baxaraq. Bu məqamda ümid edirəm ki, başa düşdünüz. Daha sonra nəyi vurğulaya bilərik? Amonim olanlardan. Qarşı sözdür. Bu söz həm sifət kimi çıxış edir, həm qoşma kimi biz gördük bunu. Baxın, deyirəm ki, qarşı tərəf yaman əsəbidir. Hansı tərəf? Qarşı tərəf. Burada əlbəttə ki, sifətdir. Amma mən dediyimdə ki, hadisələrə qarşı heç kimin səsi çıxmadı. Bunu yazmıram, yəni. Yuxarıda buna aid nümunələr verdik. Artıq burada nə olur? Qoşma olur və yönlük halda olan sözə qoşulubdur. Daha sonra biz qarşı qoşmasını həmçinin əks ziddiyyət mənasında da görə bilərik. Bunu da nümunə ilə əsaslandıraq. Deyək ki, Aysunun Aysunun hərəkətlərini gördükcə məndə ona qarşı nifrət hissi oyandı. Artıq gördüyünüz kimi burada nə mənası ifadə edibdir? Əks ziddiyyət mənası ifadə edibdir. Burada kimdə vurğulamağı unutmuşum, hətta onu da qeyd edək. An şəkilçisi ilə düzələn feil sifətə kimi qoşması qoşulanda da o zaman mənası ifadə edə bilir. Məsələn, deyirəm ki, anamı görən kimi çox sevindim. Nə zaman çox sevindim? Anamı görən kimi. Artıq burada da zaman mənası ifadə edibdir. Həmçinin onu da qeyd edə bilərik ki, məsafə mənası bildirən qoşmalarımıza biz nəyi daxil eləmişdik? Qədər, kimi, dək, can, cən, yəni qoşmalarını. Bu qoşmalar zaman mənalı sözlərə də qoşulandan sonra zaman mənası bildirir. Zaman mənalı sözlər deyiləndə əlbəttə ki, bu səhər, axşam, gecə və s. kimi, yəni bunları nəzərdə tuturuq. Biz deyirik, səhərə kimi yatmamışam. Artıq gördüyünüz kimi burada zaman mənası, halbuki kimini biz məsafə bildirən və bənzətməyə aid eləmişdik. Amma artıq burada görürük ki, nədir? Zaman mənası ifadə edir. Bu məqamı vurğulayanda ağlıma gəldi. Bunu əslində məna çalarlarında qeyd eləməli idim. Üzürlü sayın, unutmuşam. Yəni belə. Bu məqamı da unutmayın. Keçək
amonimlərə. Yenə qaldığımız yerdən davam edirik. Digər maraqlı məqamlardan biri də qədərdir. Biz qədəri qoşma kimi görə bilirik. Daha sonra isim kimi də görə bilirik. Qədər isim kimi bəxt tali mənasında çıxış eləyir. Deyirəm ki, mənim də qədərim, hətta yazaq. Mənim də qədərim belə gətirdi. Yəni, mənim də bəxtim belə gətirdi. Artıq burada isim kimi çıxış edibdir. Qoşma kimi də deyə bilərik ki, evə qədər getdim. Evə qədər getdim dediyimdə artıq məsafə mənası ifadə edibdir. Bir də bənzətmə mənası ifadə edə bilir. Deyirəm ki, bura mənə, evim qədər əzizdir. Artıq yeni qaldığım yeri evimə bənzətdim və yaxud da getdiyim bir məkanı evimə bənzədirəm. Deyirəm, evim qədər əzizdir. Daha sonra əvvəl, sonra bəri sözlərini qeyd edirik. Əlbəttə, qabaqda daxildə, amma onu ayrıca qeyd edəcəm. Biz bunu həm zərf kimi, həm də qoşma kimi öyrəndik. Əvvəl mən gəldim. Nə zaman mən gəldim? Əvvəl. Nə zaman sualına cavab verdiniz? Zərf. Bir də deyirəm ki, səndən sonra o gəldi. Sonra. Artıq bu nədir? Qoşma. Həm də görürsünüz ki, yerini də dəyişdirə bilmirəm. Dedim, qabağı ayrıca vurğulayacağım. Qabaq. Baxın, biz bunu bugün qoşma kimi öyrəndik. Həm isim kimi çıxış eləyə bilir, həm zərf kimi çıxış eləyir, həm də sifət kimi çıxış eləyir. Deyirəm ki, səndən qabaq o gəldi. Artıq burada qoşma. Bir də biz qabağı isim kimi tərəvəz mənasında belə qısa şəkildə yazıram. Bu qovun, daha sonra qarpıza bənzəyən bir tərəvəz kimi, yəqin ki, görmüsünüz, bal qabaq da deyirlər hətta. Axırı, tərəvəz mənasında isim kimi çıxış eləyir. Bir də sifət dedik. Məsələn, deyirəm ki, qabaq sırada mən oturdum. Qabaq sıra, hansı sıra? Burada da sifət kimi çıxış eləyibdir. Son qaldı zərf. Deyirəm ki, burada da qabağa keç. Haraya? Qabağa. Burada da zərf kimi çıxış eləyibdir. Sonra sarı. Evə sarı getdim dediyimdə qoşma kimi çıxış eləyir. Bir də sifət kimi çıxış eləyir. Da qoşmanı yazmıram. Rəng mənasında sarı rəng dediyimdə nə olur? Sifət olur. Bir də ki, sarını biz feil kimi görürük. Bunu da unutmayaq. Deyirəm ki, qolumuz sarıdır. Artıq burada nədir? Feildir. Sonra doğru. Evə doğru dediyimdə qoşma. Evə doğru getdim. Artıq burada istiqamət, yön mənası ifadə edir. Biz bunu sifət kimi görürük, bir də zərf kimi də görə bilirik. Deyirəm ki, doğru söz. Necə söz? Doğru söz. Artıq bildik ki, burada sifət kimi işlənibdir. Bir də deyirəm ki, doğru danış. Necə danış, nə tərzdə danış, feilə aiddir həm də. Burada da zərf kimi çıxış edibdir. Daha sonra qeyri sözünü qeyd edə bilərik. Səndən qeyri.
burada fərqləndirmə mənası ifadə edirdi. Bir də biz bunu sifət kimdə görə bilərik. Deyirəm ki, nə deyə bilərik bura? Qeyri şəxsləri içəri buraxmayın. Hansı şəxsləri? Qeyri şəxsləri. Artıq burada sifət kimi çıxış edibdir və təyin rolundadır. Özgə ağlıma gəldikcə yazmağa çalışıram. Qoşma kimi biz bu ifadəni gördük. Eyni zamanda da sifət kimi də çıxış eləyir. Özgə adam hansı adam? Özgə adam nə olur? Sifət olur. Sonra biz ayrı sözünü yenə qoşma kimi gördük, zərf kimi və sifət kimi də görə yazda. O da sifət kimi də görə bilərik. Deyirəm ki, qoşma kimi bildik artıq. Zərf kimi də deyə bilərəm ki, ayrı oturmuşduq. Necə, nə tərzdə oturmuşduq? Bu zərf. Sifət kimi də deyirəm ki, nə deyə bilərik sifət kimi? Ayrı hissələrə. Nə bölünsün ayrı hissələrə? Paltar mı deyim, nə deyim? Axırda ayrı hissələrə bölündü. Hansı hissələrə bölündü? Ayrı hissələrə bölündü. Burada da sifət. Hansı sualına cavab verir. Canı da vurğuladım. Ona görə bir daha qeyd eləmirəm. Eyni şeylər yazmanın mənası yoxdur. Məsələn, orada biz tərəfi də vurğulaya bilərik ki, tərəf həm evə tərəf dediyimdə qoşma kimi, həm də isim kimi çıxış edir. Deyirəm ki, isim kimi sağa tərəf getdi. Artıq burada isim kimi çıxış eləyibdir. Və yaxud da deyirəm, tərəflərdən biri düzgün hərəkət eləmədi. Yenə burada da isim kimi çıxış edib. Yəni, bütün məqamları vurğuladıq. Başqa bir şey nəyə vurğulaya bilərik? Bir də son olaraq ağlıma gələn təkdir. Biz bunu həm sifət kimi görə bilərik, həm qoşma kimi, həm də zərf kimi görə bilərik. Qoşmanı daha yazmıram. Sifət kimi, məsələn, deyirik tək əldən səs çıxmaz. Hansı əldən? Tək əldən. Burada sifət kimi çıxış edibdir. Bir də deyirəm, tək yaşayıram. Necə? Nə tərzdə yaşayıram? Tək. Qarşısına da yazaq. Bu zərf, bu da sifət. Qoşma kimi də dedik ki, məsələn, sən tək bacarıqlıdır. Artıq bu da qoşma olur. Hər bir şeyi vurğuladım. Başqa vurğulaya biləcəyim bir şey qalmayıb da amonimlər hissəsində. Hə, bir də onu qeyd edeyim ki, yaxşı yadıma düşdü. Ötürü, baxın. Ötürü, görə, daha sonra üçün, savayı, haqqında, haqda, barəsində, sonra barədə, görəndə yazmışam. Hə. Bu sözlər yalnız və yalnız qoşmadır. Yəni gördüyünüz kimi amonimlikdən bəhs eləyərkən mən bunların heç birini qeyd eləmədim. Bir dənə bu görəni şeylə qarışdırmayın, zəhmət olmasa arzu şəklində olan feillə. Kaş o məni görə dediyimdə artıq orada arzu şəklində olan feildir. Burada məsələn sənə görə mən pis oldum dediyimdə artıq burada nədir? Qoşmadır. Yenə dediyim kimi bu amonimliyə aid deyil, qətiyyən aid deyil. Siz burada qeyd elədiklərimi yalnız qoşma şəklində görəsiniz. Son olaraq da qeyd eləyək onların orfoqrafiyasını. Əslində bunu başda qeyd eləmişdim bir cümlə şəklində.
Yenə qeyd eləyək, təkhecalı qoşmalar sözlərə bitişik yazılır. Biz təkhecalılardan hansını öyrəndik? Məsələn, bax, qoşma kimi işlədəndə sözə bitişik yazmalıyıq. Daha sonra can, cəni, dəkdi, cacədi. Biz bunları sözə bitişik yazmalıyıq. Bir tək xasdan başqa. Həm bitişik, həm də ayrı yazılan qoşmamıza biz iləni nümunə göstərə bilərik. Mən deyirəm ki, məsələn, Aysel ilə gəldim. Bir də deyirəm Aysel ilə gəldim. Artıq hər iki versiyada düzgündür. Bir də ki, bunu da qeyd eləyə bilərik ki, lalə nan şəklində tələffüz olunur. Aysel ilə yazılır, Aysel ilə tələffüz olunur. Deyirəm Aysel ilə gəldim. Və yaxud da əli ilə getdim. Gördüyünüz kimi eyni şəkildə necə tələffüz olunur? Nanə şəklində tələffüz olunur. Bunları da qeyd eləməyə ehtiyac yoxdur deyə düşünürəm. Mövzumuz bu qədər idi. Son olaraq yenə təkrar eləmək istəyirəm ki, bizim WhatsApp və Telegram kanalımız fəaliyyət göstərir, yeni açılıbdır. Həmin kanallara şərhlər bölməsində və yaxud da açıqlamada yerləşdirilmiş link vasitəsilə daxil ola və ödənişsiz şəkildə dərslərdən yararlana bilərsiniz. Mövzu ilə əlaqəli hər hansı bir sualınız varsa, zəhmət olmasa yorumlar hissəsində də bildirərsiniz. Videonu bəyənərək və şərh bildirərək bizə dəstək ola bilərsiniz. Sonraki videonun izahına qədər görüşənədək.